Məşədi bəy, sən narkomsan, get narkomluğu elə, millətin işinə nöş qarışırsan, qoy işimizi görək də. Məşədi Əzizbəyov Azərbaycanda sosialist ideyasının bünövrəsini qoyanlardan idi. O, Bakı Xalq Komissarları Sovetinin fəal üzvlərindən olub. Rusiya daxilindəki bir neçə antiçarizm inqilablarına və Cənubi Azərbaycandakı Səttarxan inqilabına yaxın dəstək vermişdi. Əzizbəyov Azərbaycanın ilk mühəndislərindən biri idi. Onun nəvəsi Püstə xanım Əzizbəyova babasının Bənna ailəsində böyüdüyünü desə də, tarixi faktlar bunu demir. Əldə etdiyimiz sənədlər və faktlar göstərir ki, Məşədi Əzizbəyovun nəsli, ulu babaları Tehrandan gəliblər Azərbaycana, Bakıya və Tehran Azərbaycanlılarındandır. Bir nəsli Qacar xandanı ilə bağlıdır və onlarla qohum olublar. Onlar Azərbaycana gələndə çox imkanlı bir ailə olublar. Onların Şüvalanda 10 hektar torpağı olub, bir neçə neft mədəni olub, polad əritmə zavodları olub. Tağıyevlə həm qohumu olublar, həm də əməkdaşlığı olub. Onun atası 1888-ci ildə ki, Rusiyada Katorqada öldürüldü. Onun öldürülməsindən sonra Əzizbəyova daima dəstək göstərib və hətta onun Peterburqda təhsilinə kömək edib. Bakı şollar suyunun çəkilməsi layihəsində dəvət edib orada işləyib. Atası öldürüləndən sonra Əzizbəyov o biznesi idarə edə bilmirdi. Tağıyev kömək edirdi ona o biznesin idarə olunmasında. Leninin Çar II. Nikolaydan qardaşının qisasını aldığı kimi, Əzizbəyov da atasının qisasını almaq üçün sosializmi ən doğru yol görürdü. O, oktyabr çevrilişindən sonra Sovet Rusiyasının tərəfdarı olmuşdu. Azərbaycanda bir çox sosializmi qəbul etmiş insanlar Rusiyada təhsil alanda bu təhsilə düşüblər. Əzizbəyov atası öləndən sonra Peterburqda təhsil alıb və o Peterburqda təhsil alanda gizli bolşeviklər var idi. Yəni bilirsiniz ki, hətta kitablarda da var ki, onlar universitetlərin daxilində təbliğat aparırdılar. Təsadüfən bunun əlinə Leninin bir əsəri keçir və həmin əsəri oxuyandan sonra görür ki, bu atasının qisasını hansı formada ala bilər? O atasının qisası üçün bu yola qoşulur əslində qarşı. O ideyalar ona təsir eləmir ki, o ideya ki, o xalqın bərabərliyi, fəhlə kəndli hökumətin düzəlməsi xeyr. O sadəcə qisas məqsədi ilə qoşulmuşdu. Bütün dövrlərdə o hesab edirdi ki, atasının ölümündə təkcə Rusiya imperiyası deyil, Rusiya çarı deyil, eyni zamanda atasının yaxın ətrafı olan müsəlmanlar, türklər, Azərbaycanlılar səbəbkardır. Çünki o elə hesab edirdi ki, hamı onun atasını qorunmalı idi. O tutulanda onun fəhlələri, işçiləri, onun çörək verdiyi insanlar atasını qorunmalı idi. Bunun nöqteyi nəzərdən Azərbaycanlılara qarşı bir nifrət formalaşmışdı daxilində. 26 komissardan biri olan Məşədi bəy fəaliyyətinin ilk illərində ərzaq komissarı kimi çalışırdı. Taxılardır. Günaha batanmaram Məşədi bəy. Balalarım var. Əvvəllər Nicat Maarif Cəmiyyətində fəaliyyət göstərən, Hümmət Təşkilatında Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağoğlu ilə birgə çalışan Əzizbəyov, sonralar Şaumyan Caparidze ilə silahdaş olur. Əzizbəyov Bakı kommunası qurulanda heç bir vəzifəsi yox idi. Sadəcə olaraq Caparidzenin mavini idi. Lenin və Stalin belə qərara gəlirlər ki, biz Bakıdayıq, müsəlman şəhərindəyik və Azərbaycanlı şəhərindəyik. Biz orada insanlara erməni ilə və rusla inandıra bilmərik, güclə inandıra bilmərik. Ona görə də onu kommunanın üzvü seçirlər. Bakı Şəhər Dumasında bir neçə dəfə təmsil olunan Əzizbəyovun növbəti dəfə üzv seçilməsinə Tağıyev tərəfdarları etiraz edir. Həmin dumada ermənilər öz maraqlarına uyğun olaraq özlərinə məxsus yerlərdən layihələrin icra olunmasını tələb edirdilər. Aşurov da bunu etiraz eləmişdi ki, bura müsəlman şəhəridir, Bakı müsəlmanların şəhəridir və hətta onlar arasındakı münaqişə o vəziyyətə çatmışdı ki, Aşurov oturduğu yerdə Stepan Şamyan yaxınlaşıb ona əl qaldırmışdı və Aşurov ona etiraz edəndə Əzizbəyov ortaya girib Aşurovdan əlbəyəxə davaya çıxmışdı ki, sən Stepana niyə əl qaldırırsan? Və Stepanla olan münasibətinə görə Aşurov hətta Əzizbəyova çönüb demişdi ki, mən Bakının və müsəlmanların gələcəyini yaxşı görürdüm, amma səni tanıyandan sonra belə başa düşdüm ki, Azərbaycanda müsəlmanları və şəhəri bu ermənilər sizin əlinizdən məhv edəcəkdir. Və Stepan Şamyanın müdafiəsini zamanı Aşurova əl qaldırması Tağıyevə xəbər çatır, Tağıyev çox əsəbləşir. Məşədi Əzizbəyovun bağışlanmaz səhvi və qəddarlığı məhz 1918-ci ilin mart soyqırımında xalqına qarşı ermənilərlə birlikdə vuruşması olub. Tarixi faktlar sübut edir ki, Məşədi Əzizbəyov mart qırğınında atışmalara boşuna rəhbərlik etmirdi. Əzizbəyov Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində quberniya komissarı idi və onun Sabirabadda qırğın törətdiyi bildirilir. 31 mart hadisəsindən 1-2 gün sonra Bakıda müsəlman və erməni icmalarının görüşündə Stepan Şaumyan 3 Azərbaycanlı gənci cəmaatın gözünün qarşısında güllələmişdi. Stepan Şaumyanın üzərinə gedəndə cəmaat Əzizbəyov çıxıb qabağa demişdi ki,
Ay müsəlmanlar, siz elə bilirsiniz ki, təkcə Rəsulzadə sevirsiniz. Stepan Şamyan Rəsulzadədən daha çox sevir Azərbaycanlıları, müsəlmanları. Və bu hadisədən sonra ona ləqəb qoşmuşlar. Palan Məşədi. Bakı cəmaatı belə bir söz edirlər ki, Stepan Şamyan palanı qoyub Əzizbəyovun belinə, onu hara istəyir sürür. Millətçi daşnaq ermənilər Əzizbəyovun əslində Azərbaycan Xalq Cümhuriyyətinin tərəfində olduğunu iddia edirdilər. Əzizbəyov heç vaxt Cümhuriyyət tərəfdarı olmayıb. Əzizbəyov heç bir zaman Rəsulzadəyə, Nəsib bəyə, Xonskoya, Topçubaşıya heç vaxt münasibəti loyal olmayıb. Ona görə loyal olmayıb ki, o Stepan Şamyan təsiri altındaydı və Stepan Şamyanın təsiri altında ola o əsla Rəsulzadəyə, Cümhuriyyətə meyilli ola bir insan ola bilməzdi. Çünki Əzizbəyev əgər Cümhuriyyətə meyilli bir insan olsaydı, Rəsulzadəyə qarşı belə bir sevgi göstərən olsaydı, o Spirmas soyqırımı günü bir çox cümhuriyyətçilər ölümlə üz-üzə qalmışdı. Nərimanov bir neçəsini xilas eləmişdi. Öz qardaşını göndərib bir neçəsini xilas eləmişdi. Amma Əzizbəyev heç yerindən tərpənməmişdi. Çünki Əzizbəyevin başı qarışmışdı Mikayanı qorumaqla. Mikayanı qoruyan, Mikayanı mühafizə eləyən və onunla bərabər Çinçinə döyüşən Əzizbəyov idi. Qafqaz İslam ordusuna qarşı döyüşlərdə iştirak edən Əzizbəyov avqustun 17-sində Bakı komissarları ilə birlikdə Sentrokaspi diktaturası tərəfindən həbs edilmiş, sentyabrın 20-sində Ağcaqum çölündə güllələnmişdi. Nədənsə Şaumyan edamdan qaçmağa nail olarkən dostu Məşədini unutmuşdu.